Salam, axşamınız xeyir, hörmətli dinləyicilərimiz. Azərbaycan Nədən Danışdı proqramının bu həftə olan son buraxılışını təqdim edirik. Studiyada Yunis Orucovdur. Əziz dinləyicilərimiz, Prezident İlham Əliyev bugün Tacikistanda MDB dövlət başçılarının samitində iştirak etdi. Samitdən maraqlı görüntülər və açıqlamalar gəlir. Dünən bu çərçivədə Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin görüşü oldu və nəhayət ki, ötən ilin dekabrında baş vermiş Azala məxsus təyyarə qəzası ilə bağlı demək olar ki, bütün mənzərə aydınlaşdı. Biz bugün bu barədə danışacağıq və söhbətimizə başlamazdan öncə mən qeyd edim ki, qonağımız siyasi şərhçi Mübariz Göyüşlü bizə telefonla qoşulub. Hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun. Mübariz müəllim, dünəndən Azərbaycan prezidenti Tacikistandadır və elə istəyirdim ondan başlayaq ki, dünən səfər çərçivəsində dövlət başçısının Rusiya prezidenti Vladimir Putinlə görüşü oldu. Siz bu görüşdən və Rusiyanın dövlət başçısının açıqlamalarından nə təəssürat aldınız və biz bu görüşü Rusiya-Azərbaycan münasibətlərində yaranmış gərginliyin tam aradan qaldırılması kimi qəbul edə bilərikmi? Təşəkkür edirəm, bir daha salamlayıram sizləri. Mən hesab edirəm ki, bu görüşü pozitiv ruhda keçən bir konstruktiv bir görüş kimi adlandıra bilərik. Hərgah mənim şəxsi düşüncəm, mən daha da belə deyək də Rusiya tərəfdən, konkret onun prezidenti tərəfindən istər təyyarə qəzası ilə bağlı, istər orada soydaşlarımıza qarşı Yekaterinburg hadisəsi daxil digər məsələlərə münasibətdə daha da geniş, anlamlı, anlayışlı bir açıqlama və fikirlər gözləyirdim. Amma onun söylədiyi fikirlər də hesab edirəm ki, aydınlıq gətirdi müəyyən qədər məsələlər. Və bəlli oldu ki, proses hələ davam edir, yəni istintaq bildiyim qədərilə bu ilin sonuna tam olaraq nəticələr bəlli olacaqdır və müəyyən qədər orada Putinin söylədiyi ki, bu hadisələrin baş verməsində Rusiya tərəfinin də belə deyək, günahkarlar cəzalandırılacaqdır və s. istiqamətdə. Mən bütövlükdə bu məqamları nəzərə alaraq hesab edirəm ki, konstruktiv bir görüş keçdi deyə bilərik. Bizim də gözlədiyimiz, belə istədiyimiz bu məsələlər idi. Yəni biz aylardır, həftələrdir Azərbaycan prezidenti İlham Əliyev başda olmaqla Azərbaycan xalqı Rusiya dövlətindən məhz bu məsələlər, yəni bu qədər bunları bu müddət ərzində uzadıb, saxlayıb, iki dövlət arasında gərginliyə səbəb olacaq bir mərhələyə, məqama gətirmək məncə ehtiyac da yox idi. Azərbaycanın da niyyəti bu baş verənlərin obyektiv şəkildə qiymətləndirilməsi və dəyərləndirilməsi. Bəs sizcə niyə Rusiya bu açıqlamanı gecikdirdi? Çünki bəzi ekspertlər düşünür ki, əslində Putinin dünən düşənbədə verdiyi açıqlamanı o 4 ay, 5 ay və yaxud da 6 ay bundan əvvəl də edə bilərdi. Gözləməyə məcburiyyət yaradan faktlar, səbəblər sizcə nədən ibarət idi? Mən hesab edirəm ki, Rusiya qəbul etməlidir ki, bu 30 il, 20 il, hətta 10 il əvvəlki Azərbaycan deyil. Rusiya bunu qəbul edə bilmirdi. Ki, hər zaman diktə dili ilə danışdığı, belə deyək də, əmr edici tonda mı və s. üslubda davrandığı Cənubi Qafqaz və oradakı Azərbaycan artıq öz milli maraqlarından, öz prinsipial maraqlarından bir addım olsun geri çəkilməyəcək. Bax, bu Rusiya üçün, mən düşünürəm ki, bu Rusiya üçün gözlənilməz oldu. Bu, Rusiyanın ermənipərəst hərbi siyasi elitası üçün soyuq duş effekti oldu, adlandıra bilərəm. Və onlar, deyək ki, Rusiya prezidentinin ətrafındakı o məsləhətçilərmi, müşavirlərmi yanlış məlumatlar təqdim ediblər, güman edirəm ki, yanlış bir taktika seçilməsini təqdim ediblər. Rusiya prezidenti də bunu bir neçə ayda keçdi. Nəhayət ki,
yanlış bir üslub olduğunu özü de gördü, əyani olarak özü de şahidi oldu. Azərbaycan o Azərbaycan değil. Bu yalnız söz değil. Yani bilirsiniz, hatta bu gerginlik başlayanda belə deyək, bir sıra şərhçilər deyirlər ki, Rusiya Azərbaycana hücum edəcək. Yani Azərbaycan Ukrayna değil ki, Azərbaycan bu meseleleri elə bir şekilde tənzimlədi ki, biz düşmənçilik həddinə qədər də gəlmədik. Hər bunu istəyənlər də var idi. Bax o ermənipərəst, o Rusiyada Simonyanlar, Salavyovlar, Zatulinlər, neydi onların niyyəti? Rusiya-Azərbaycan münasibətləri düşmənçilik səviyyəsinə gəlsin. Ancaq biz, Azərbaycan prezidenti bu prosesi çox məharətlə apardı. Və çox aydın şəkildə mesajlar verdi ki, biz demirik ki, Rusiya bu hadisəni, Rusiyanın hərbi qüvvələri bu hadisəni bilərəkdən törədir. Biz bu iddiada deyilik, amma biz deyirik ki, bu hadisə baş veribdir və buna görə də günahkarlar cəzalandırılmalıdır, üzr istənilməlidir, kompensasiya ödənilməlidir. Deyək ki, biz Azərbaycan ordusu 44 günlük vətən müharibəsinin səhv etməmsə son günləri idi. Rusiyanın vertolyotunu, helikopterini Naxçıvan tərəflərdə səhv etmirəmsə əgər, yəni vurulmuş, Azərbaycan dərhal bu məsələyə münasibət bildirdi, üzrxahlığını çatdırdı. Xankəndi ətrafında o antiterror tədbirləri zamanı səhvən Rusiya hərbiçiləri səhv etmirəmsə atəşə tutulmuşdu sülh məramlı qüvvələrdən. Yəni bundan da bağlıdır münasibətini bildirdi. Bu bir dövlətin yani yeni ihtimal olduğu bir etik protokol qaydasıdır. Yani biz demirik ki, hadisə olmamalıydı. Bu hak kazandırmır. Olmamalıydı. Ama olursa artık buna göre adekvat cevap olmalı. Ama ben çok büyük təəssüf və təəccüb hissiyle izledim bu baş verenleri bu bir neçə ay ərzində. Rusiya o hərbi siyasi elitasının, o ermənipərəst qüvvələrinin belə deyək, ritorikasını, davranışlarını, Azərbaycanlara qarşı agresiv münasibəti, yəni Rusiya nə etmək istəyir? Onun belə deyək, biz Cənubi Qafqazda heç zaman Azərbaycanda anti-Rusiya ritorikası olmuyor. Heç zaman. Mübariz müəllim, bəziləri də bir fikri irəli sürürlər ki, artıq Putin etirafı o məqamda elədi ki, artıq Zəngəzur dəhlizi ilə bağlı təzyiq rıçaqlarının hamısı əldən çıxdı. Söhbət əlbəttə ki, avqustda Vaşinqtonda əldə olunmuş razılıqdan gedir. Sizcə bu nə dərəcədə ağla batan versiyadır? Bilirsiniz, mən təkcə Zəngəzur dəhlizi məsələsini deməzdim. Yəni mən düşünürəm ki, ümumən və bütövlükdə təsir rıçaqları da demək, yəni bayaq qeyd edəcəyim fikrə qayıtmaq istəyərdim. O Azərbaycan olmadığını qəbul etmək məcburiyyətinə qalandan sonra artıq Rusiyadan, Putin'den biz bu açıklamaları, bu davranışı görebildik. Yani burada tabii ki Zəngəzur dəhlizi meselesi de burada daxildir. Burada hansısa 5-ci kolonu hərəkətə gətirərək Azərbaycan daxili gərginliklər yaratmaq meselesine de el altında alınmaması var. Burada Qarabağdakı o könüllü şekilde çıkıp giden ermənilərin erməni kartından istifadə etmə cəhdlərinin də alınmaması məsələsi var. Yəni bu çox baxın, Azərbaycan diasporunun üzərindən təzyiq etməyə çalışdı Rusiya. Azərbaycanlılar, Rusiyadakı Azərbaycanlılar üzərindən təzyiq etməyə çalışdı. Yəni və nəhayətdə bu reallığı qəbul etdi. Bu reallığın adı Azərbaycan prezidenti İlham Əliyev. Yəni Azərbaycan prezidenti çox dəqiq şəkildə bir fikir səsləndirmişdi və nəhayətdə də Rusiya və onun prezidenti də bu məsələyə gəldi. Hesab edirəm ki, çox doğru oldu və bir daha görüşü konstruktiv adlandırıram. Putinin açıklamalarını müsbət qiymətləndirirəm. Düşünürəm ki, bunlar sadəcə açıklama olaraq qalmayacaqdır və reallıqda da öz əksini tapacaq.
MDB dövlət başçılarının samitində Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edir. Hərçənd ki, onlar MDB strukturlarını, o cümlədən kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının bir çox tədbirlərini boykot etdiklərini deyirdilər. Hətta bununla bağlı müəyyən addımlar da atmışdılar. Lakin bu dəfə Paşinyan bu tədbirdə iştirak etməyə üstünlük verib və tədbirin gedişində hətta qarşılıqlı əmtəyə dövriyyəsi ilə bağlı Rusiya prezidenti ilə aralarında bir kiçik fikir ayrılığı da yaşanıb. Sizcə Paşinyan niyə bu tədbirə gəldi? Ümumiyyətlə, Azərbaycandan fərqli olaraq Ermənistanın, onun baş nazirinin, erməni siyasətçilərinin davranışları adekvat deyil. Təkcə Rusiya məsələsi də getmir. Onun öz müttəfiqlərinə, qonşularına münasibətdə davranışları adekvat deyil. Yəni daim bir erməni xisləti, hətta bunu çəkinmədən deyə bilərik, erməni xainliği də deyə bilərik buna hardasa fayda olunur. Və Paşinyanın və Ermənistanın Rusiya ilə istər gərginlikdə, istər dostluq münasibətlərində bütün məsələlərdə mən bir qeyri-səmimi atmosferi daim hiss edirəm. Bu mənada bilirsiniz, Ermənistan ümumiyyətlə Rusiyaya bir borc hiss eləməlidir özündə ki, Ermənistan adlı qədim Azərbaycan torpaqlarında yaradılan bu anormal dövlətin müəllifi Rusiyadır. Ona görə, amma biz nə müşahidə edirdik, onların davranışlarında o yanlış üslub, yanlış davranışlar Rusiya ilə münasibətdə və bir ritorika qururlar, deyək ki, güya ki gərginlik var, amma sonra statistika bəlli olur ki, Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərdə çox böyük bir, belə deyək, müsbət məqamlar var, orada gəlir əldə olunur falan. Bunlar hansı sual doğurur bu məsələ. Ona görə mən onların münasibətlərindəki tam o qeyri-səmimiliyi müşahidə edirəm. Baxın, nümunə olacaq münasibətlər Azərbaycanla Türkiyə arasındadır. Yəni necə strateji müttəfiqlik, dostluq, qardaşlıq, bütün Azərbaycanla Pakistan arasında olsa. Yəni Azərbaycan ümumiyyətlə elə Rusiyanın özünə münasibətdə Azərbaycanın davranışları, yəni heç zaman bizim Rusiya ilə münasibətlərdə bir qeyri-səmimi davranışlarımız olmuyor. Yəni bu mənada mən Ermənistanın bu münasibətini soyuqluq yaranır və yaxud da ki, yaratma, bunlar sırf siyasət də deyil əslində, bunlar ermənilərin yürütdüyü bir erməni bicliyidir, belə deyə bilərik hardasa. Günün əsas hadisələrindən biri də Nobel Komitəsinin sülh mükafatını kimə verməsi ilə bağlıdır. Hərçənd ki, dünya ictimaiyyəti bu dəfə fərqli adı gözləyirdi. Daha çox Amerika prezidenti Donald Trump'ın qalib gələcəyi düşünülürdü. Lakin qalib Venezuela müxalifətinin nümayəndəsinə verildi. Siz necə düşünürsünüz? Nobel Komitəsi haqlı idimi? Baxmayaraq ki, Ağev artıq bu məsələyə münasibət bildirib və Nobel Komitəsini siyasəti sülhdən üstün tutduğunu açıqlayıb. Mən də düşünürəm ki, bu Nobel Komitəsinin digər indi o istiqamətlərdə açıqladıqlarına bir fikir söyləyə bilmərəm, amma bu siyasətlə bağlı olan dünyaya sülh gətirən şəxslərə mükafat verməsinə bağlı məsələdə bu digər formada qərəzli və yaxud da siyasət elementlərinin, siyasi elementlərin prosesə, siyasi tərəfkeşlik elementlərinin prosesə müdaxilə olduğunu sanki hiss edirsən. Yəni bu Venezuela müxalifətinin indi o nümayəndəsinə də bu mükafatın verilməsi, mən şəxsən açığım deyim ki, o şəxsin dünyada sülh və barış istiqamətində hansı bir belə bir Nobel mükafatı alacaq şəkildə hansı bir fəaliyyətin olduğunu yəni mən müşahidə etməmişəm, qarşıma da çıxmayıbdır. Bu Nobel mükafatı veriləndə biz, yəqin ki, siz də və digər qruplar da bu şəxsin fəaliyyətinə daha çox xəbərdar olmuşuq. Düşünürəm ki, dünyada məsələn daha nüfuzlu
doğrudan da sülh və təhlükəsizlik üçün çalışan siyasətçilər, qruplar, şəxslər, təşkilatlar ola bilər və yəqin ki də var. Onlara verilməsi daha bəlkə də məqsədə uyğun olardı. İndi Nobel Komitəsi belə qərara gəlib və bundan artıq narazılıqlar və ittihamlar başlayıbdır. O ki qaldı ABŞ prezidenti Trumpla bağlı artıq onun bir neçə prezidentlik dövründə bir neçə ölkə arasında sülh bərqərar etməsi ilə bağlı, sülh və atəşkəs bərqərar etməsi ilə bağlı fikirlər var. Yəni bunu Trump özü də səsləndirib, digər nələr də səsləndirib. Bu nümunə Azərbaycan-Ermənistan arasında olan məsələlərlə bağlı deyə bilərik. Yəni hər halda Nobel Komitəsi bunu da bir ciddi şəkildə müzakirə edə və bir araşdıra bilərdi. Bu şəkildə qərar verməkləri artıq çox ciddi suallar doğurubdur və tənqidlər səslənməkdədir. Məsələlər ortadadır. O şəxsin də yenə deyirəm, sülh üçün hansı çalışmalar etdiyini hər halda ya Nobel Komitəsi açıqlamalıdır, ya da gələcəkdə bu məsələlər gündəmə gəlməlidir. Trump isə konkret olaraq məsələlər üzərindən danışırdı. O ən azından bir 5-7 ölkə arasında səhv etmirəmsə, yəni sülh və atəşkəs məsələlərinin əldə olunmasında Trump'ın rolu qeyd olunur. Bəzən çox sağ olun, maraqlı müsahibəyə görə sizə təşəkkür edirik və əziz dinləyicilərimizin diqqətinə çatdırmaq istəyirəm ki, bizimlə telefon bağlantısında siyasi şərhçi Mübariz Göyüşlü idi. Əziz dinləyicilərimiz, bununla da verilişimiz başa çatır. Biz sizinlə bir də bazar ertəsi görüşəcəyik. Ona qədər özünüzə yaxşı baxın, sağ olun.